yeganə bir qurum medikalı gördüm ki, şəxsən özü məni yığdı ki, mənim yəni burada xəstəxanamda şəhid ailələrinin hər biri təmənnasız analiz verib, təmənnasız cavabını götürə bilər. Onu da vurğulayım ki, o həmin vaxtı axın götürülmüşdü. Elə insanlar var idi ki, şəhid ailəsi deyildi. Gedirdi şəhid ailəsi adından orada analiz verirdi, istifadə edirdi. Bunu da Elçin müəllim tutandan sonra biz doktor tutandan sonra yenə biz görüşdük Elçin doktordan. Ondan sonra Elçin doktor başladı tanımadığı ailələr olanda vəsiqə tələb eləməyə. İndi şəhid bacısının vəsiqəsi yoxdur. O cürlə də məsələlər olanda ya məni yığır telefonla, ya Gülnaz xanımı yığır telefonla ki, məsələn tanımıram. Falan şəhidin falan adda bacısı varmı? Belə bir adam varmı? Əgər hə, var deyilərsə, o da təmənnasız orada məsələn o müalicələrdən istifadə elədi, keçdi. Bu da rayonumuzda yeganə olan bir dənə medikal sentrdir ki, yəni bu insan bu rəhbərində bunun bu insanlıq var da, bu şərəf var, bu ürəyində bu var, şəhidə dəyər var. O başa düşür, özü həmişə deyir ki, yəni bu boyda mən nə tikib qurmuşamsa, bu hansı şəhidlərimizin hesabındadır. Əgər o şəhidlərimiz gedib qarşıda şəhid olmasaydı, vətənimizi qorumasaydı, bunu kimə qalacaqdı? Bu erməniyə qalacaqdı, düşmana qalacaqdı. Onların hesabına bu qalıb. Bugünkü günü varsa, mən də deyir özümün xidmətimi yerinə yetirirəm bir vətəndaş kimi. Həqiqətən də mən istifadə edib buradan Elçin doktora öz təşəkkürümü bildirirəm. Şəhid qardaş kimi ki, yəni o dəyəri o verir. İkinci bir devlət xəstəxanası var da, hər bir rayonda var. Elə öz rayonumuzdan çəkirəm ki, valla şəhid ailəsinə çox da elə dəyər vermirlər. Yəni bunu hamınız etiraf eləyə bilərsiniz. Orada da var, insanlar var. Adi elə bir xadimətçi var ki, şəhid anası orada yatanda gedir az qalır canını versin ona. Amma elələri var ki, əlinin 5 manatına baxır. Bu şahid ailəsinə, yəni o insanlarda o insanlıq, o ürək yoxdur, o vicdan yoxdur. Siz hər şeyi pula, mənəviyyata çevirən insanlar var. Onun ayağına yazmaq düzgündür də. Bəli, əlbəttə ki. Dəyər vermək lazımdır. Bəli, onun üçün şəhidə dəyər verən insanlara da dəyər vermək lazımdır.